Salam hörmətli izləyicilər. İnşallah ki, bu günləri 91-ci sualdan başlayırıq izahımıza. Doymuş alfatik monoamin və alkindir. Molekullarda karbon atomları sayı eynidir. Doymuş alfatik monoamin karbon atomların sayı N-dirsə, monoamindirsə CnH2n plus 1 NH2 şəklində yazanda bunun formulu çıxır 14n plus 17 mR. Bu da bizə deyir ki, m-ə bərabərdir. Orada verilənə görə alkinlərin ümumi formulu CnH2n minus 2-dir. Bu da bizə 14n minus 2 verir. Bunu m-lə necə ifadə edə bilərik? 14n plus 17 m-dirsə, burada 14n-imiz var. Gərək ki, bu bundan 19 vahid kiçikdir. Yəni 14n plus 17 bundan 19 vahid kiçikdir. Yəni 14n plus 17-dən çıxsaq 14n minus 2-ni qalacaq 19. Bu da o deməkdir ki, bunun üzərinə, bundan gərək 19 çıxaq ki, kütlə buna bərabər olsun. Yəni m minus 19 C variantına uyğun gələcək. 92 aldehidi verib bu dəfə. Yəni aldehidlərin ümumi formulu CnH2n odur. Bu da ki 14n plus 16 deməkdir. Doymuş alfatik monoamindəki bayaqlar yazdığımız, yəni CnH2n plus 1 NH2-dir. Bu da 14n plus 17-dir. Bir vahid çoxdur. Onda bura m-dirsə, bura m plus 1 olacaq. B variantına uyğun gələcəkdir. Eyni sual. Doymuş alfatik monoamin CnH2n plus 1 NH2 14n plus 17 m-ə bərabərdir yenə. Yenə karbon atomları sayı eyni olan alkan deyir. CnH2n plus 2 14n plus 2-dir. 15 vahid çoxdur. Onun üçün də bura olar m minus 15. Yəni ki, amin 15 qram çoxdur ondan. O da ki, m minus 15 Y variantına uyğun gələcəkdir. Alkilamin karbon atomları sayı 3'dür, hidrogen X-dir. Alkilamin yəni CnH2n plus 1 NH2 deməkdir. Karbon atomları sayıdır 3'dür. C3H7NH2 deməkdir. Hidrogen atomların sayı görürük ki, burada neçə dənədir? 9 dənədir. Yəni 9 dənə, bu da X-imizin qiymətinə bərabərdir. X-imizin qiyməti 9 çıxdı. Doymuş bir əsaslı karbon turşusu. Doymuş bir əsaslı karbon turşularının da ümumi formulu CnH2n O2 şəklində yazsaq, görürük ki, burada 10 dənə hidrogen var. Yəni 2n-imiz 10-a bərabərdirsə, onda n-imiz nəyə bərabərdir? 5-ə. Karbon atomlarımızın sayı 5 dənədir. Y-imizin qiyməti də 5 çıxır. 9, 5. Y variantına uyğun gələcək. Alkilamin hidrogen atomların sayını verib, yəni CnH2n plus 1 NH2 şəklində yazsaq, hidrogen atomların sayı 2n plus 3'dür. Bu da 11'ə bərabərdir. 11, 8 n bərabərdir 4. Yəni karbon atomlarımızın sayı X-in qiyməti 4 çıxdı. İndi deyir ki, bizə
Doymuş bir əsaslı karbon turşusu C7H14O2. Görürəm hidrogen atomları 14'tür. Bu da ki Y bərabər olacaq. N bərabər X bərabərdir 4, 14. 4, 14 D variantına uyğun gəlir. Növbəti. Metil ammonium xloriddə qələvinin suda məhlulun qarşı təsirində alınan üzv maddənin formulunu müəyyən edin. Deyir, metil ammonium xloridin qələvi ilə, yəni istəyir kalium OH, kalsium OH qələvi olsun, reaksiyasından müvafiq amin alınır CH3NH2. Ondan sonra kalium xlor alınacaq və su alınacaq. Və bizdən soruşur metilamin. Metilamin də ki, burada B variantına uyğun gələcək. Fenil radikalı ilə amin qrupunun birləşməsindən əmələ gələn maddə üçün, yəni anilini deyir. Fenil qrupu benzol halqasının bir dənə amin qrup birləşdirsək belə, bu fenil qrupu. Sonra deyir, üçün hansı ifadə doğrudur? Turşular reaksiyasında duz alınır. Bəli, amin qrupu var tərkibində. Lakmusun rəngini qızardır, lakmusa təsir etmir. Cavab variantı da bizdən deyir, turşular reaksiyasında duz alınır. Bəli, digərlərinə baxmaya ehtiyac yoxdur. Dimetilaminin sulu məhlulunu hidrogen xlor buraxdıqda hansı maddə alınır? Duz alınacaq. Dimetilamindəki CH3NH2 xlor A variantına uyğun gələr. Hər bir halda yəni formul belədir. Yəni CH3NH. Bunlar 2 dənədir. Üzərinə H xlor gəldikdə reaksiyada A variantındakı maddə alınır. Birləşmə reaksiyası gedir. Belə. Hansı maddənin tərkibində amin qrup var? Anilin, amin benzol, yəni bir də var. Nitrogliserin, nitro birləşmə var. Bizdən amin qrup istəyir, yəni ki, nitrolar NO2 qrupudur. Gliserin özü də deyir. Bu da ki, nitro birləşmə deyil, efirdir. Yəni, mürəkkəb efirlərə aiddir. Formaldehid. Formaldehid də ki, HCOH-dur, yəni aldehiddir. Alanin, demək, amin turşudur. Bunların tərkibində də olacaq 1-3 Y variantına uyğun gəlir. Trietilaminin H xlorla reaksiyasından bura bayaqları C2H5, burada H yoxdur sadəcə. Üzərinə H xlor gəldikdə deyir, nə alınır? Demək, CH3CH2NH xlor 2 dənə. Didirdə tri deyir, tri 3, B variantına uyğun gələcək. Tri, yəni burada diqqət ediləsi məsələ buradır. Yəni C2H5 3 dənə N, üzərinə H xlor gəldikdə C2H5 3 NH xlor alınır. B variantı alınacaq. Doymuş ikili amin. Doymuş ikili amindir. Molekulunda atomla ümumi sayı 13'dür. Aminini səmərəli üsulla adlandırın. Doymuş ikili amindirsə, birinci biz belə deyək, ümumi formul kimi yazsaq, CnH2n, NH2-nin tərkibindəki 2 dənə hidrogeni də gətirib buraya yazdıq. Yəni ümumilikdə CnH2n plus 3n alınmalıdır. Buradakı molekulundakı atomla ümumi sayı deyir 3'dür. Aminlərin də ümumi formulu budur. Yəni bu deyilir 3n plus 4 dənə atom bərabərdir 13-ə, 3n bərabərdir 9-a, n bərabərdir 3-ə. Bizə ikili amin dediyinə görə ikili amin. 3 dənə karbon olanda 2 dənə radikal çıxartmalıyıq. Biri CH3'dür, biri C2H5 olacaq. Buna görə bunun da bu hissəsinə amin qrup yerləşdirsək olacaq metil etilamin. Metil etilamin Y variantına uyğun gələcək. Doymuş birli amindir. Yenə molekulunda karbon atomlarının sayı
13 dənədir. Amini səmərəli üsulla adlandırın. Bir metil etilamin olacaqdı bu. Duymuş birli, birli deyir. Birli olanda artıq propilamin və izopropilamin olar. Yəni CnH2n plus 3n kimi yazanda bayaqki kimi 3n üstə gəlinsin 4 bərabərdir 13. N bərabərdir yenə 3 çıxdı. N qiyməti 3 çıxdı. Bu deməkdir ki, bu radikalın hissəsində 3 dənə karbon atom birli olduğuna görə bu hissə NH2 olacaq belə. Elə bir C3H7 NH2 olacaq formulumuz. Bu da ki, səmərəli üsulla bu ya izopropil ola bilər, ya da propil ola bilər. Yəni ikisindən biri ola bilər. O da ki, A variantına uyğun gəlir. Yəni ikisindən birini verə bilərlər. İkisini də eyni anda verməzlər. 103-cü sual. Monoamindir. Molekulda neytronların sayı 28-dir deyir və həmçinin bunda deuterium da var tərkibində. Normalda monoaminlərin ümumi formulu CnH2n plus 3n olmalıdır. Karbon atomunun neytron sayı 6 dənə, hidrogenin neytron sayı 0, azotdakı 7-dir. İndi burada biz hamısını hidrogen götürdük. Demək, karbon sayına görə 6 dənə neytron, üzərinə bu hidrogen 0 olacaq, plus 7 gəldik, bərabər olacaq 28-ə. Normalda, yəni 6n üstə 7 bərabərdir 28, 6n bərabərdir 21 olduqda, 21 gərək 6-ya qalıqsız bölünəydi. Amma görürük ki, 21 6-ya böləndə bu 3 dəfə tam bölünür. Amma qalıqda neçə qalır? Qalıqda 3 qalır. Bu 3 onu göstərir ki, əlavə 3 dənə neytron var. Bu 3 dənə neytron kimindir? Əlbəttə ki, deuteriumun. Çünki hər bir deuteriumun bir dənə neytronu var. Onun üçün də buradakı deuteriumların sayı 3 dənə olmalıdır. Bu 3 isə karbon sayını göstərir. Yəni karbon sayımız 3 dənə olmalıdır və deuteriumumuz da 3 dənə olmalıdır. Bu da ki, diqqət eləsiniz, cavablarda B variantına uyğun gəlir. 104. Eyni sualda, eyni formada eləyirik. Yəni yenə CnH2n plus 3n, karbon neytron sayı 6 dənə, hidrogen 0, azot 7, 6n üstə gəlinsin 7 bərabərdir 34-ə, 6n bərabərdir 27-yə, n bərabərdir 27-ni də 6-ya böldükdə 4 dəfə bölünür, yenə qalıqda 3 qalır. Yenə deuterium sayı 3 olmalıdır. Deuterium sayı 3, karbon sayı bu dəfə 4 dənədir. Karbon sayı 4 dənə, deuterium isə 3 dənə. Burada da bu C variantına uyğun gələcək ki, görürük karbon sayı 4 dənədir, deuterium sayı 3 dənədir. 105. Burada demək mis sulfatın natrium OH demək əlavə etdikdə peptid rabitələri təyin edir. 1 peptid. Qatı nitrat turşusu əlavə etdikdə 2 zülalın benzol halqasını təyin edir. 3 qurğuşunla kükürt qara rəngli çöküntü verir. Bu da ki, kükürdü təyin edir. Kükürt. Aha. Baxa görə o tərəfdə bizə nə deyir? Cavablarımızı ona uyğunlaşdıraq. Demək, qara rəngli çöküntü kükürtdə alınacaq. Çünki onun tərkibində plümbium vardı. A getdi bura. Benzol nüvəsi təyin olunur. 2 getdi. B getdi 2-yə. Sarı rəngli müşahidə olunur. Elə bu da azot, demək, nitrat qrupları, NO2 qrupları benzol halqasının sarı rəngli zülal rəng verir. Onun üçün də C də gedir bura.
Peptid rabitəsi təyin olunur. D getdi 1-ə. Kükürt olduğu təyin olunur. Y getdi kükürdə. Ondan sonra qırmızı bənövşəyi rəng müşahidə olunur. Qırmızı bənövşəyi peptid rabitədən müşahidə edilir. 1DF 2BC DF BC AY B variantına uyğun gəlir burada. 106 nə deyir bizə? Uyğunluqdur, yəni ki, hansı kimə uyğun gələcək, onu seçəcək. Natrium OH ilə qarşılı təsirdə olur. Natrium OH ilə qarşılı təsirdə bir dənə, yəni ki, bu duz olacaq. Amin turşuların duzları, aminlərin duzları. Onun üçün də 1 ilə 1-ə gedir. Bromlu suyu rəngsizləşdirir. Bromlu suyu rəngsizləşdirmək anilinə aiddir. 2-5-ə gedir. Sonra suda yaxşı həll olur. 3 getdi 2-yə. Sonra H-xlorla qarşı təsirdə olur. H-xlor ilə qarşı təsirdə olur. 4-ə gedir bu. 4-ə. 4-4-ə getdi. Tərkibində ion rabitəsi var. İon rabitəsi duzlara aiddir. 5 getdi yenə 1-ə. Sonra başqa. Yaş lakmus kağızını göyərdir. Yaş lakmus kağızını göyərtmək aiddir. Demək, aminlərə. Bu yalnız 3-ə gedir, 6. Çünki bir qızardacaq. Çünki xlorid turşusu qüvvətli turşudur aminlərə əsasən. Əsaslı xassəsi zəifdir. Fenoldakı lakmusa ümumiyyətlə anilin də heç ümumiyyətlə lakmusa təsir eləmir belə. 1 5 3 6 4 2 B variantına uyğun gəlir. Doymuş üçlü amin molekulunda atomlu ümumi sayı 13 amin səmərəli sulla adlandırın. Yenə bayaqki sualdandır. Üçlü amindir deyir sadəcə. Yenə 13-dür. Bu eləcə trimetil. Trimetil amin eləyəcək bu səmərəliyinə. Niyə? Çünki buraya elədi 3 N üstə gəlinsin 4 bərabərdir 13 olduğundan 13-dən 4 N bərabərdir yenə 3 eləyir. Tərkibində 3 dənə, 3-ü də ki 3 radikala bölməli. Çünki 3 amin deyir bizə. Onda hər bir radikalımız CH3 eləyəcək. Onda trimetil amin eləyəcək. Bu da ki C variantına uyğun gəlir. Hansı sırada olan bütün maddələr H-xlor ilə reaksiyaya daxil olur? Hansı sırada olan bütün maddələr H-xlor ilə reaksiyaya daxil olur? Divinil daxil olur, etan daxil olmadı çünki doymuş birləşmədi. Sirkə turşusu da getdi, yəni A, B getdi. Stirol, bəli, onun tərkibindəki stirolda demək yuxarı hissədə orası 6 H5 yazım. Yəni benzol halqası, amma alifatik açıq hissəsi, radikal hissəsində olduğuna görə, yəni burada hər bir halda benzol H-xlorla reaksiya daxil olmur. Polietilen sözünə burada çaşırlar şagirdlər. Polietilen artıq pi rabitəsi olmayan birləşmədir. Yəni ki, burada belə bir form alınır. Bunun pi rabitəsi artıq yoxdur və bu doymuş kimi gedir. Vinil asetilində əlbəttə pi rabitə var. Anilin duz kimi, metilamindəki amindir. Aminlər duz əmələ gətirir. Vinil asetilindəki doymamış birləşmədir. Xlorid turşusuna reaksiya daxil olur. Hansı sırada olan bütün maddələr xlorid turşusu ilə reaksiya daxil olur? Yenə oxşar sual. A variantında benzol daxil olmadı. B variantında etan daxil olmadı. Yəni ki, digərlərinə baxmıram da. Yəni ki, biri düz gəlmədisə, digərləri onsuzdur və lazım deyil. C variantında etilen doymamış birləşmədə akril turşusu doymamışdı. Amin sirkəs amin qrupu var. Artıq amin turşular bilirik ki, amfoter birləşmə həm turşularla həm də bu cavab C variantı olacaq. Etilamin daxil olur, butadiyen də daxil olur. Burada yəni D variantında etan daxil olmadı. Y variantında propan daxil olmadı. Onun üçün də cavabımız elə görürük ki, C qaldı. Bu belə.
Anilin hansı maddələrlə reaksiya daxil olur? Anilin, amin benzol yəni. Xlorid turşusu ilə reaksiya daxil olacaq. Bəli, çünki amin qrupu var. 1 plus. Natrium hidroksid 2 minus əsas xassəlidir. Oksigen əlbəttə ki, üzvü birləşmələr yanır. 3 plus. 4-ə baxaq. Kalium sulfat. Kalium sulfatla reaksiya daxil olmayacaq. Çünki bu əsasi duz, reaksiya getmir. 5-dəki bromlu suyu rəngsizləşdirir. Bəli, 1, 3, 5 olacaq cavabımız. Yəni burada 110-cu sualda 1, 3, 5 olacaq cavabımız. 111. Hansı birləşmələrdə hidrogen atomlarının sayı bərabərdir? Propilamin, demək hidrogen sayı atomların sayı bərabərdir. Propilamin C3H7NH2-dir. Burada yəni ki, propilamində 9 dənədir. Belə deyələ 9 dənə bir də. İkinci metilamin CH3NH2. 5 dənə hidrogenimiz var. Metiletilamin də yəni CH3 NH C2H5. Baxıram, görürəm ki, burada da yenə 3, 5, 8, bu da 1, 9 dənə var. Sonra etilamin də C2H5 NH2-dir. Burada da 7 dənə var. Eyni olan 1 ilə 3-cüdür. 1 ilə 3. Nitro birləşmələri göstərin. Nitro birləşmələr NO2 qrupu birbaşa karbona birləşsin. Yəni burada 1-də NO2 yoxdur. 2-də diqqət eləsə NO2 oksigen, yəni efirdir bu. 3-də yoxdur. 4 və 5 olacaq cavabımız. 4, 5. Niyə? Çünki NO2 ilə birbaşa demək karbona birləşiblər. Nitro birləşmələri göstərin. Yenə oxşar sualda 1 efirdir. 2, 3, yəni 2, 3 olacaq cavabımız. 4-də nitro qrupu, yəni NO2 qrupu olsa da, amma oksigenlə birləşib. Efir deməyək, burada C6H5ONO2, yəni bu artıq bir növ efir kimi, yəni birləşmə kimi gedir. Hansı maddələrin nitrat turşusu ilə reaksiyasında nitro birləşmə alınır? Hansı maddələrin nitrat turşusu ilə reaksiyasında nitro birləşmələr alınır? Metanol spirt olduğuna görə spirtlər nitro birləşmələr nitrat turşusundan efir əmələ gətirər. Benzolda olacaq, yəni C6H5NH2 əmələ gətirəcək, NO2 əmələ gətirəcək. Bu nitro birləşmədir. Toluol, demək, toluol da ki birbaşa, yəni benzol halqasına NO2-lər birləşir. Yəni toluol reaksiya daxil olsa trinitrotoluol əmələ gətirir TNT. Burada da metil qrupu. Bu belə. Demək, toluol da əmələ gətirir. 2, 3 əmələ gətirəcək. Gliserin, demək, spirtli efir əmələ gətirər. Sellulozada da OH qrupları, yəni spirt qrupları var. O da ki, efir əmələ gətirəcək cavabımız 2, 3. 115. Hansı maddanın nitrat turşusu ilə reaksiyasında nitro birləşmələr alınır? Etanol spirtli efir alınar. Metandan alınar. Nitrometan əmələ gələcək. Etilen glikoz spirtli. Metil benzol, yəni ki, elə tolu oldu. 2, 4 olacaq burada. 5-dəki spirt olduğundan alınmayacaq. 16. Demək, C6H5NO2. Burada alınır anilin. X maddəmiz anilindir. Zinin reaksiyası da bu. C6H5NH2. Su ilə heterogen qarışıq əmələ gətirir. 1 doğru. Bromlu suyu rəngsizləşdirir. 2 də doğru. Kağızı göyərdir. 3 yanlış. Adi şəraitdə mayedir. Amoniakın nisbətən qüvvətli əsas xassəyə göstərir. Yalandır. 1, 2, 4 oldu cavabımız. Hansı ifadə etilamin üçün doğrudur? Etilamin, yəni ki, C2H5NH2. Birli aminlərə aiddir. Bəli,
kəskin iyilidir. Qələvli reaksiya daxil olmur. Bu düzdür. Amonyakdan zəif əsaslı bizə 1, 3, 4 olacaq cavabımız burada. Burada duz alınır. Təzədən kalium OH-la təsir elədiyimiz zaman yenə bu özü alınır. Yəni Y maddəmiz metilamindir. X duzdur, bəli. Çünki X-imiz CH3, NH3 xlordur. Belə deyək. Müsbət mənfi. Duzdur, X turşudur, yalan danışdım. Adi şərətdə qazdır, yox. Y-in adi şərətdə Y-dir. Hə, Y qazdır. Rəngi Y doğrudur. 1, 3. Sonra Y-in suda məhlul akması göy rəngə boyayır. Y-in suda məhlul akması göy rəngə boyayır. 1, 3, 4 oldu cavabımız. %119. S2H5NH2 üzərinə H xlor gələndə yenə bayaqki söhbətdir. X maddəmiz sadəcə burada radikal dəyişir. Yəni ki, S2H5 olur. X maddəmiz duzdur, duzdur. Yəni, bir doğru. X turşudur, yalandır. Metilamin homologudur. 3 doğrudur. Metilaminin homologudur. Çünki Y-dən söhbət gedir. Çünki Y ilə bu özüdür. Bu maddənin özü alınır orada. Onun üçün də Y üçün doğrudur. Demək, cavablarımız hansı doğru oldu? 1 doğru oldu. 2 yanlış oldu. 3 doğru oldu. 4 lakmusu göy rəngə boyuyur. Doğru oldu. 120-yə də baxaq. Demək, C6H6 HNO3 qat sulfat turşusu ilə reaksiyasından nə alınır? Bu ifadə üçündür, nə doğrudur? Demək, nitro birləşmə alınır. Yəni C6H5NO2 nitrobenzol alındı. X maddəsi üçün bir molekulunda 14 atom var. 6 üstə 5, 11. O da azot 1, 12, 14. Bir doğrudur. Karbon atomla sp hibridləşmə vəziyyətindədir. Xeyr, benzol halqasında sp2 hibridləşmə vəziyyətindədir. Aminlərə yox, nitro birləşmələrə aiddir. Molekulunda 6 karbon atomu sp2-dir. Bəli, benzol halqasında belədir. 1, 4. Karbon-karbon sigma rabitələrinin sayı 6 ədəddir. Bəli, çünki siklik birləşmədir. 1, 4, 5 oldu cavabımız. 1, 4, 5. 5-i də buraya yazaq belə. 121, bu səhifəni bitirək. Yenə burada nitrobenzol alınır. C6H5NO2. Molekulunda 6 atom var. 6 dənə deyil, 14 dənə idi. Molekulunda benzol halqası var. Yəni ikimiz doğrudur. Oksidləşməsindən anilin alınır, yox. Reduksiyasından anilin alınır. Oksidləşməsindən yox, reduksiyasından. Hidrogen gələr üzərinə. Bu C6H5 NH2-yə çevrildi. Burada azot -3-dür. Burada müsbət 3 idi, gəldi -3-ə. Oksidləşmədə reduksiya olunur. Nitro birləşmələrə aiddir. 4 də doğru. Karbon atomlarının 18 hibrid orbitalı var. Hər bir karbon atomu sp2 hibridləşmə vəziyyətində olduğuna görə 3 hibrid orbitalı saxlayır. 6 üçündə 18 elir. 5 də doğru. Alkilamin molekulunda hidrogen atomlarının sayı 13. Molekulundakı atomların ümumi sayını hesablayın. Demək, CnH2n plus 3n-dir. Alkilamin hər bir halda 2n plus 3 bərabərdir 13-ə, n bərabərdir 5-ə. Bizim formulumuz C5H13 n çıxır. 18, 19 dənə x-imizin qiyməti düz yazdıqsa 19 eləyəcək. Bu qədər, hörmətli izləyicilər. İnşallah ki, davamı da olacaq. İzlədiyiniz üçün təşəkkür edirəm.